Salam uşaqlar. Bugünkü mövzumuz Sacilər dövlətidir. Sacilər dövlətinin mövcud olduğu dövr 898-941-ci il olmuşdur. Sacilər sülaləsindən başlayaq. Birinci, Mərkəzi Asiyanın Əşrusən vilayətinin qədim türk nəsillərindəndirlər. Daha sonra sülalənin banisi məşhur türk sərkərdəsi Əbu Sas Divdad idi. Sülalənin nümayəndələri Afşin ləqəbi daşıyırdı. Ərəb ordusunun məhərrət sərkərdələrindən, o cümlədən Xürrəmlər hərəkatına yatırılmada mühüm xidmət olmuş Afşin bu nəsildən idi. Ərəb xəlifələri Mərkəzi Asiyada xilafətin Bizansda sərhəd bölgələrinə köçməsi məqsədi ilə Bizans sərhədini möhkəmləmək istəyirdilər. Xəlifə mütəvəkkil Əbu Sas Divdadı xilafətdəki aşağıdakı xidmətlərə görə Azərbaycana iqti olaraq verdi. Ərəb xilafətinə sadiq xidmətlərinə, bir də xilafətin Bizansda qarşı müharibədə böyük süzayət göstərməsinə görə. Əvvəlcə Sacilər xəzinəsinə ildə 120.000 dinar xərac göndərdilər və xilafətin zəifləməsi dövründə Sacillərin nüfuzu daha da artmışdı. Daha sonra Ət-Təbərinin Tarix Ər-Rəsul vəl-Muluk əsərində 242-ci ildə, yəni hicri təqvimlə, yəni miladi təqvimlə 856 və 244 hicri təqvim 858 isə miladi təqvimlə xəlifə mütəvəkkilin Əbu Sas Divdadı Məkkəyə gedən yolun üzərinə nəzarətə təyin etmişdi. Layiqli xidmətinə görə 251-ci ildə, yəni hicri təqvimlə xəlifə onu 5 dəst şərəf geyimi ilə mükafatlandırdı. Əbu Sas Mədain şəhərində üsyan yatırmağa böyük məharət göstərdi. Öz hərbi qabiliyyətini Əbu Sas 251-ci ildə, yəni miladi təqvimlə 865-ci ildə Mesopotamiya, Vasit və Bağdad arasında Carca şəhəri yaxınlıqda döyüşdə nümayiş edirdi. Həmin ildə Əbu Sas xilafətə qarşı türk hərbi dəstələri tərəfindən qaldırılmış üsyanı yatırdı. Əbu Sas Divdaddan sonra hakimiyyətə oğlu Məhəmməd ibn Əbu Sas gəldi. Məhəmməd ibn Əbu Sasın hakimiyyəti dövründə bir sıra şəhərlər, yəni bura misal olaraq Marağa, Dəbili tutaraq Gürcüstana yürüşlər etdi. Daha sonra 898 və 900-cü illərdə adına pul kəstirdi. Bu tədbirlərə görə Sacilər dövlətinin yaranması Məhəmməd ibn Əbu Sasın adı ilə bağlıdır və ilk etnik feodal dövlət olan Sacilər dövlətinin paytaxtı əvvəl Marağa, daha sonra Ərdəbil şəhəri olmuşdur. İndi Yusif ibn Əbu Sasın hakimiyyəti dövründən danışacağıq. Sacilər müstəqil siyasət yeritdilər və daha da qüvvətləndilər. 912-ci ildə xilafətin xəzinəsinə xərac göndərilməsi dayandırıldı. Sacilər xilafətin asırlarını çıxdılar. Bu xilafətlə Sacilər arasında müharibəyə səbəb oldu. İlk döyüşdə Yusif xilafətin 20 minlik ordusunu məğlubiyyətə uğratdı. 917-ci ildə xəlifənin ona qarşı göndərdiyi orduyu məğlub etdi və bu qələbədən sonra Yusif Bərdə, Marağa və Ərdəbildə adına pul kəsdirdi. Beləliklə Sacilər Abbasiyə xilafətindən asılı olmayan müstəqil dövlət kimi fəaliyyət göstərirdi. Sonuncu döyüşdə Ərəb sərkərdəsi Yusif ordusuna qalib gəldi və onu əsir alaraq Bağdada göndərdi. Yusif 3 il həbs qaldıqdan sonra, yəni 919 və 922-ci il zindanda saxlanıldı. Lakin Azərbaycana yaranan ciddi vəziyyətin səbəbilə xəlifə Yusifi sərbəst buraxaraq geri qayıtmasına və Sacilər dövlətinin başa getməsinə icazə verdi. Bundan sonra Yusif ibn Əbu Sas müstəqilliyi möhkəmləndirərək Ani, Dəbil, Tiflis və Kaxetiyanı ələ keçirdi. Azərbaycan qərb torpağını ələ keçirməyə çalışan erməni gözləri asılı vəziyyətə saldı. Şirvanşahlar dövlətini Tiflis və Dərbənd əmirliklərini özündən asılı vəziyyətə salıb dövlətini birləşdirdi. Dövlət sədlərini möhkəmləndirmək üçün də Dərbənd səddini təmir etdirdi. Paytaxt Marağadan Ərdəbilə köçürüldü. Türk sülaləsinin hakimiyyətində altında Azərbaycan ilk dəfə vahid müstəqil dövlətlər birləşdirildi. Rey şəhərini Samanadan aldı və hakimiyyətini daha da genişləndirdi. Daha sonra Yusif ibn Əbu Sasın maliyyə və vergi siyasətindən danışacağıq. Ondan əlavə də 921-ci ildə Samanilərə qarşı müharibə aparması Yusif ibn Əbu Sas və Sultan Mahmud Qəzənvi arasında münaqişəyə səbəb oldu. Yusif ibn Əbu Sasın maliyyə və vergi sahəsinə baxsaq, iqtisadiyyat dirçəldi bu siyasət nəticəsində əhalinin sayı artmasına gətirib çıxartdı. Sacilər dövlətinin süqutuna baxaq. Yusif ibn Əbu Sasın ölümündən sonra feodallar arasında daxili müharibələr Sacilər dövlətini zəiflətdi və 941-ci ildə sonuncu Sacilər hökmdarı Deysəm Salihlər tərəfindən məğlub edilərək taxtdan salındı. Bununla da Sacilər dövləti süqut etdi. İndi isə xəritə də baxaq. Bu sadaladığımız şəhərlərdən birinci başlayaq. İlk olaraq dedik ki, paytaxtı hansı şəhəri idi? İlk paytaxtı biz deyəcəyik ki, Marağa şəhəridir və Marağa buradadır.
Urmiya gölünün şimali, cənubi şərqində yerləşir Marağa şəhəri. Diqqətlə baxın, yəni bura Marağa, daha sonra Ərdəbil şəhəri olmuşdur. Ondan əlavə biz dedik Gürcüstanı ələ keçirmişdir. Məhəmməd ibn Əbusacın dövründə, daha sonra Yusif ibn Əbusacın dövründə adına pul kəsilmiş şəhərlər, məsələn burada Bərdə, Marağa və Ərdəbil şəhəri olmuşdur. Daha sonra biz nə məlumat verə bilərik? Yusifin dövründə ələ keçirilən ərazilər Ani, Dəbil, Kaxetiya Tiflisin elə bir qərb tərəfində yerləşirdi və Dərbənd ərazisidir. Hətta Şirvanşahlar dövləti də biz dedik Sacilər dövlətindən asılı hala düşür. Reyi alır Samanilərdən. Rey isə biraz yəni şərqə tərəfdə bu ərazilərdir. Burada xəritədə verilməyib. Rey şəhəri, yəni indiki Tehran şəhərində Samanilərdən alaraq Sacilər dövlətinin ərazisi etmişdir. Ümidvaram sizin üçün faydalı olar uşaqlar. Oldu, çox sağ olun.